Hə, Lalə xanım, inansız bayaqdan eşitmişəm. Bədənim əsiri həyəcandan. Dünən Hövsanda tanış qız var, onun gözünün qabağında uğrayıblar. Uşağı deyir nə qədər qaçdı cəmaət kömək eləməyə. Maşına basıb aparıblar. Qara maşındır, arxa və qabaq nömrələri yoxdur. Arıq hündür deyir, oğlan sürür maşını. Bir neçə deyir, belə qadındır. Dəhşətdir, xəbərlər zaten heç nə göstərmir. Amma burada Hövsanda biz dəli olmuşuq. Gör neçə gün məktəbdən uşaqları oxuyurlar. Birini ölü tapıblar, uşağın orqanları yoxdur. Birini nə bilim qapının ağzına gətirib qoyublar. Uşağın bədənində tikiş şey, aparıb yoxlayıblar ki, böyüyünün birini çıxardıblar. Nə bilim, dəhşətdir, dəhşət. Dəhşət bir şey bu da baş alıb. Razində də belə bir şey olub. Bir ağlar Padruqama da xəbər gəldi ki, Qubada da belə bir şey olub. Sosial şəbəkələrdə Azərbaycanda uşaqların oğurlanmasına dair iddiaların səsləndirildiyi səs yazıları yayılıb. Yeniavaz.com xəbər verir ki, həmin səs yazılarında WhatsApp Messengerindəki səsli mesajlardan istifadə edən qadınlar fərqli rayonlarda uşaqların oğurlanması ilə bağlı məlumat aldıqlarını iddia edirlər. Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Bildirilib ki, sosial şəbəkələrdə yayılan səs yazıları həqiqəti əks etdirmir. Dinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. Stat: İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar faksız iddiaları paylaşmasınlar. Statın sonu.